Demək, mövzu sınağı 10. A variantı, sual 1. Başlayaq birdən. Nə deyir bir də? Düz xətti koordinat başlanğıcından keçərsə, B parametrinin ala biləcəyi qiymətlərin hasilini tapın. Yəni, burada gördüyümüz ifadə xətti funksiyadır. Və xətti funksiyanın koordinat başlanğıcından keçməsi üçün o y bərabərdir kx şəklində olmalıdır. Yəni, B 0 olmalıdır ki, düz mütənasib asıllıq funksiyası olsun ki, koordinat başlanğıcından keçsin. Ona görə biz verilmiş ifadəni xətti funksiya formasına gətirək. Yəni, y qalsın tək, digərlərin hamısını keçirdəcəm sağa. Mənfi 4y-i saxlayıram. Deməli, 3x-i keçirdirəm sağa, mənfi 3x. B kvadratını keçirdəndə sağa, mənfi B kvadratı. 3B olur, üstə gəl 3B. Mənfi 2 də sağdadır, qaldı yerində. Sonra hər tərəfi mənfi 4-ə bölürəm. Bütün əmsalları mənfi 4-ə böləcəm. Y qalacaq, bərabərdir. Mənfi 3-ü mənfi 4-ə böləndə mənfilər gedir 4-də 3x. Mənfi B kvadratı mənfi 4-ə böləndə müsbət B kvadratı bölünsün 4 olacaq. 3B-ni mənfi 4-ə böləndə mənfi 4-də 3B olacaq. Mənfi 2-ni mənfi 4-ə böləndə müsbət 4-də 2 olmuş olacaq. Baxın, bu artıq xətti funksiya formasına düşdü. Yəni, y bərabərdir kx plus B şəklində oldu. Əgər bu düz xətt, yəni bu xətti funksiyanın qrafikidir də düz xətt, koordinat başlanğıcına keçirsə, deməli B 0 olmalıdır ki, y bərabərdir kx olsun və düz mütənasib asıllıq funksiyasının qrafikinin koordinat başlanğıcından keçirdiyini bilirik. Burada da deməli kx əvəzinə nə dayanır? Kx əvəzinə 4-də 3x-dir. Üstə gəl B əvəzinə də burada üstə gəl bu ifadə var. Bu hamısı birlikdə B-nin əvəzidir. Bu 0 olmalıdır. Gəlin o ifadəni bərabər ilə 0-a həll eləyək. B kvadratı bölünsün 4, çıxılsın 4-də 3B. Üstə gəl 4-də 2 bərabər 0. Bunu 0-a bərabər eləməliyim. Hər tərəfi 4-ə vururam. 4-lər getdi. B kvadratı çıxılsın 3B. Üstə gəl 2 bərabərdir. 0-da 4-ə vurdum 0. Yəni, hər bir həddi 4-ə vurdum. Çevrilmiş kvadrat tənlikdir. Bizə deyir, B parametrinin ala biləcəyi qiymətlərin hasilini tapın. Hasilini soruşduğuna görə heç mən bu tənliyi həll eləmirəm. B-lərin hasili nə verir bizə? 2 verir də, sərbəst həddi verir. Bu da 2. Bitdi. Bu şəkildə yazır. Sonra keçək ikinci sual. A və B vektorları kollinear vektorlar olarsa, modulda A plus B cəmini tapın. Keçən dəfə demişdik ki, vektorlar o zaman kollinear olur ki, A vektoru bərabər olur, K vurulsun B vektoru məsələn. Bax, A vektorunda ikinci ordinat, yəni mənfi 15 olubsa, mənfi 3-ə vurublar. Onda da 2-ni də mənfi 3-ə vurublar ki, M olub. 2-ni də mənfi 3-ə vuranda mənfi 6 edir. Yəni, M mənfi 6-dır. Modulda A plus B cəmini tapın deyir. A vektoru ilə B vektorunu toplayanda onların koordinatları toplanır. Yəni, 2-nin üstünə mənfi 6 gəlirəm. A vektoru plus B vektoru. Tutaq ki, bir C vektoru alınır. Onun koordinatları da 2-nin üstünə mənfi 6, mənfi 4. 5-in üstünə mənfi 15, mənfi 10. Və modulunu tapanda kök altda onların koordinatların kvadratları tapılır. Mənfi 4-ün kvadratı 16, onun kvadratı 100, edir kök altda 116. 116-nı da 4 vurulsun, 29 yaza bilərik. O da 2 kök altda 29 olmuş olacaq. Doğru cavab C. Vektorlar hələ keçməmişik biz. Gələcəkdə keçəcəyik, daha yaxşı başa düşərsiniz. Sonra 3. Əkob AB bərabər 18 olarsa, A plus B cəminin ən kiçik qiymətini tapın. Əgər 2 ədədin əkobu 18 eləyirsə və A plus B cəminin ən kiçik qiymətini soruşursa, biz daha A və B-nin yerinə nə qədər kiçik ədəd yaza bilərik, onu tapmalıyıq ki, həm də əkob 18 eləsin. Məsələn, bax, əkobu 18 eləyən ədədlər 1, 18. 2 ilə 9. Əkob 18 eləyir də bunların. 18 ilə 18.
Əkub 18 eləyən bu ədədlər var. 1 ilə 18, 2 ilə 9, 18, 18. Başqa əkobu eləyən 18 eləyən ədəd. 2 ilə 9-u ən kiçik olaraq olar. Bəli. A plus B cəminin ən kiçik qiymətini soruşduğuna görə A-nı 2, B-ni 9 götürək ki, toplayanda 11 eləsin. Ən azı 11 eləyəcək. Sonra 4-cü suala baxaq. İfadəsinin qiymətini tapın. Biz bilirik ki, qüvvəti qüvvətə yüksəldəndə əsas olduğu kimi qalır, qüvvət üstləri vurulur. Yəni A üstü M, mötərizənin üstü N olanda olur A üstü M vurulsun N. İndi burada da 2 olduğu kimi qalacaq. 1 çıxılsın kök altda 3-ü. Kök altda 3 üstəgəl 1-i 1 üstəgəl kök altda 3 yaza bilərəm də. Toplananların yerini dəyişəndə olsa cəm dəyişmir. Bərabərdir 2 üstü. Bir dənə fikir versəz 1 çıx kök altda 3, 1 üstəgəl kök altda 3. Bəli, kvadratlar fərqinin açılışı. Yəni 1-in kvadratı çıxılsın kök altda 3-ün kvadratının vurğulara ayrılışıdır. O da 2 üstü 1 çıxılsın 3 olur. 2 üstü mənfi 2 eləyir. 2 üstü mənfi 2 də 1 bölünsün 2 üstü müsbət 2. 4-də 1. Doğru cavab D. 5-ci sual. Tənliyinin x1 və x2 kökləri üçün x1-də 1 üstəgəl x2-də 1 ifadəsinin qiymətini tapın. Bu tipli suallar yadınızdasa, həll eləmək üçün orta məxrəcə gətirirdik onu. Orta məxrəc x1 vurulsun x2-dir də, məxrəcdən az. Birincinin sürət və məxrəcini x2-yə, ikincinin sürət və məxrəcini x1-ə vuracaq. Olacaq x1 x2-də x2 üstəgəl x1 x2-də x1. Məxrəclər eyni oldu, məxrəc olduğu kimi qaldı. x1 vurur x2, sürət olur x1 üstəgəl x2. Deməli, mən x1 üstəgəl x2 və x1 vurulsun x2-ni tapsam, yerinə qoyub həll edəcəm. Amma verilmiş tənlik çevrilmiş kvadrat tənlik deyil. Ona görə hər tərəfi 4-ə bölürəm. Olur x kvadratı üstəgəl. Daha doğrusu, bütün əmsalları 4-ə bölürəm də. 3 bölünsün 4 bərabərdir 0 bölünsün 4. Hamısını böldüm 4-ə. 4-lər getdi x kvadratı üstəgəl. 4-də 11 x çıxılsın 4-də 3 bərabərdir 0. Oldu çevrilmiş kvadratdan. İndi bu tənliyə görə köklərini toplayanda ikinci əmsalın əksi, yəni mənfi 4-də 11 olur. Mənfi 4-də 11. Köklərini də x1-i x2-yə vuranda sərbəst mənfi 4-də 3 olur. Sonra 4-ləri atdım. Sürət və məxrəci 4-ə vurdum. Mənfiləri də atdım. Məxrəcdə 3, sürətdə 11 qaldı. 3-də 11 də 3-dən 3-də 2-dir. Doğru cavab deyil. Sonra 6. Funksiyasının qiymətlər çoxluğunu tapın. Kvadratik funksiyadır. Həm də qolları aşağı yönəlib. Yəni baş əmsal mənfi olduğuna görə bunun qolları aşağı yönəlib. Və demişdik ki, parabolanın qolları aşağı yönələndə o ən böyük qiymətin alır. Ən böyük qiyməti də, yəni burada ən böyük qiyməti, ən kiçik qiyməti nə ilə tapırdıq? N ilə. N bərabər idi, nə idi? 4AC çıxılsın 5 kvadratı bölünsün 4. Bəli, bu düsturdan tapılır. Gəlin indi yazaq. Məxrəc olacaq 4 vurulsun A baş əmsaldır da, mənfi 1. Sürətdə olacaq 4 vurulsun A, mənfi 1 vurulsun C, mənfi 2. Çıxılsın B də mənfi 4-dür, B kvadrat. Məxrəc mənfi 4. Sürət edir mənfi 8 çıxılsın, mənfi 4-ün kvadratı 16 edir, çıxılsın 16. Mənfi 24 bölünsün, mənfi 4, o da edəcək 6. Biz burada nəyi səhv elədik? 4AC, 4 vurulsun mənfi 1, vurulsun mənfi 2, çıxılsın B kvadratı. Bölünsün 4A. Mənfi 16, kvadrat 16. Hə, bu müsbət 8 edir. 4-ü mənfi 8 olur. Mənfi 2. Yəni bu funksiyanın ən böyük qiyməti mənfi 2-dir. Qalan qiymətləri mənfi 2-dən kiçikdir. Ona görə mənfi sonsuzluqdan hara kimi? 2-yə kimi qiymətlər. Müsbət 2 edir. Yenə də qarışdırdıq. Hə, müsbət 2 edir. Demək, bunun ən böyük qiyməti mənfi sonsuzluqdan 2-yə qədər olacaq. Ən böyük qiyməti 2-dir. Qalan qiymətləri 2-dən kiçikdir. O da mənfi sonsuzdan 2-yə qədər qiymətlər almış olur. Sonra baxaq 7-yə.
ABC üçbucağından söhbət gedir. Bir ABC üçbucağı çəkirəm. Yazıb ki, AB bərabərdir BC 20. Onda mən A-nı yuxarıda götürürəm ki, AB ilə BC yox, o elə götürsək belə götürək. A, B, C. ABC AB ilə BC bərabərdir və hər ikisi 20 sm. beraber yanlış. Aha, bu bərabər yanlı üçbucaqdır, bunu bildik. Sonra nə verir? BH AC-yə perpendikulyardır. B təpəsindən bir hündürlük çəkilib, BH. AC-yə perpendikulyardır. Onda BH hündürlükdür, həm mediandır, həm də tənböləndir də. Çünki bərabər yanlı üçbucaqda oturacağa çəkilib. BH-ın AC-yə nisbəti 3-ün 8-ədir. Deməli, BH 3K-dır, AC də 8K-dır. Şimdi AC 8K-dırsa bütövlükdə 4K. 4K buradır, 4K buradır. BH da 3K-dır. Bizdən SABC-ni soruş. Üçbucağın sahəsi. Üçbucağın sahəsi onun tərəfi ilə bu tərəfə çəkilən hündürlüyün hasilinin yarısıdır. Demə mən K-nı bilsəm, demə məsələni artıq həll eləmiş olacaq. Pifagor teoreminə görə 4K-nın kvadratı üstəgəl 3K-nın kvadratı verməlidir bizə 20 kvadrat. Aha. 16, 9, 25K kvadratı bərabərdir 400. K kvadratı bərabərdir 400-ü 25-ə böləndə hər 100-də 4-dən 16, K bərabərdir 4. K-nı tapdım 4. Onda hündürlük olur 12. Oturacaq olur 32. 8K-dır. K-nı 4-ün 32. Sahəsi olacaq 12-ni vuracam 32-yə böləcəm 2. 32 ilə 12-ni yıxsa 2 ilə 12-ni 6. 6 dəfə 32-ni 12 bir 18, 192. 193. Bu şəkildə qeyd edelim. 8. ABCD rombunda BD-nin AC-yə nisbəti 3-ün 4-ə. Yəni BD 3K, AC 4K-dır. Şəkili sağdan çəkirəm. Bu bizim şəkilimiz. Belə. A, B, C, D. BD-nin AC-yə nisbəti 3-ün 4-dədir. Yəni BD nədir? Diaqonal. AC nədir? Diaqonal. Biri 3K-dır, diaqonalın. Biri 4K-dır. Və sahəsini də verib 54. Rombun diaqonallarla sahəsi var idi. Rombun sahəsi diaqonalların hasilinin yarısı. Yox. Sahədir və diaqonaldırsa. Nəyə? Diaqonalların hasilinin yarısına bərabərdir rombun sahəsi. Deməli, bir diaqonalı 3K, bir diaqonal oldu 4K. Diaqonalları vurub 2-yə bölsəm 54 eləməlidir. Sahəni verməlidir. 4 ilə 2 yıxsaq 2 qalır. 3 dəfə 2, 6K kvadrat olur. K-nı da K-ya vuranda K kvadrat bərabər 54. K kvadratı bərabər 9. K bərabərdir plus minus 3. Yəni müsbət 3, bir də mənfi 3. Təbii ki, burada fiqurun diaqonalları mənfi ola bilməz. Ona görə mənfi 3-ü qoyuram kənara. K-nı götürürəm 3. K 3-dürsə, onda bunun diaqonalının biri nə qədər idi? 4K idi də. 4 dəfə 3-ün 12. 6 bura, 6 bura. O biri diaqonal 3K idi. K-nı 3 tapmışam. 9, 4 onda 5, 4 onda 5 olaraq da bu bölünür. Və bilirəm ki, rombun diaqonalları perpendikulyardır. Bunun tərəfini soruşur. Pifagor teoremini tapa bilərəm də. Bura 90-dırsa 4 onda 5 ilə 6 katetlərdir. Adı hipotenuzdur. A kvadratı bərabərdir 6-nın kvadratı üstəgəl 4 onda 5-in kvadratı. A kvadratı bərabərdir 36 üstəgəl 45-in kvadratı 40, 20 tam %25. A kvadratı bərabərdir 56 tam %25. A bərabərdir 56, 7 vur 8, 7 tam onda 5-in kvadratıdır. 5625, 75-in kvadratıdır. 7 tam onda 5. Doqquz ədədi silsilədir. Hələ keçməmsiz. Keçəndə izah eləyərəm. 10. Motorlu qayığın çayın axını ilə sürəti 24, axına qarşı sürəti 20 olarsa, çayın axma sürətini tapın.
Bilirik ki, qayıq çayın axını ilə gedəndə qayığın sürəti ilə çayın axma sürəti toplanır. Qayıq çayın axınına qarşı hərəkət edəndə qayığın sürətindən çayın sürəti çıxılır. Qayığın sürəti x olsun, çayın sürəti y olsun. Axın ilə gedəndə toplanır dedik, düzdür? X üstəgələ y. Bəli, x-in üstünə y olmalıdır 24. Axına qarşı gedəndə çıxılır da çaydan X sayılır. 20 olur. 20. Tərəf-tərəfə toplasaq 2x bərabər 44, x bərabər 20. 22. Bizə nə soruşur? Çayın axma sürətini. Biz x-i nəyə demişik? Qayığın sürətinə. Bizdən çayın sürətini soruşur. Yəni y-i tapmalıyıq. X-in yerinə bura 22 yazsam, 22-dən də 2 çıxsam 20 qalar. Deməli çayın axın sürəti 2-dir. 11. Tənliyinin sonsuz sayda həlli var. A-nın hansı qiymətində? Uşaqlar, ay kız bərabərdir B şəklində tənli 2 dəyişən, 1 dəyişənli xətti tənli 2-dir və A0 B bərabər 0, A da 0, B də 0 olanda bunun sonsuz sayda həlli olurdu. Bu da oxşuyur da eyni buna. Yəni x burada da var. Demək bu x-in əmsalı. Bu gördüyümüz bu ifadə. Bax bunu dayanır. Bu A-nı əvəz edir. Sağdakı bütövlükdə B-ni əvəz edir. Bunlar hər ikisi 0 olmalıdır. Hər ikisini ayrı-ayrı 0-a bərabər yazıb həll eləyəcəm. Bu da 0 olmalıdır. A kvadratı çıxılsın A çıxılsın 6. Bu da 0 olmalıdır. Birinci tənliyimiz də kəsirin cavabı 0 olması üçün kəsirin sürəti 0 olmalıdır. Yəni modulda A kvadratı çıxılsın 9 0 olmalıdır. Əgər bir ifadənin modulu 0-a bərabərsə, deməli onun özü də 0-a bərabərdir. A kvadratı bərabərdir 9, A bərabərdir 2 kökü var da. Aha. İkincini də həll eləyirəm. Toplayanda eləməlidir 1, vuranda eləməlidir -6. Çevrilmiş kvadratlikdə. Burada da ki, kökləri tapsın. -5-dən 6. 3 -2. Deməli 3 -2 bu bərabərliyin sağ tərəfini 0 eləyir. Müsbət 3 ilə -3 də sol tərəfini 0 eləyir. Amma bunun sonsuz sayda həll olması üçün hər iki tərəf eyni zamanda 0 olmalıdır. Və hər iki tərəfi eyni zamanda 0 edən 3-dür da, müsbət 3. Çünki müsbət 3 hər ikisini 0 edir. Ona görə doğru cavabı götürəcəyik, müsbət 3. Müsbət 3. 12. Bərabərsizliyi həll edin. Şöyle xətti bərabərsizlikdə sadəcə burada kəsir var. Ona görə mən hər tərəfi 5-ə vuracağım. Kəsirdən azad edəcəm. 5 vurulsun 5x, çıxılsın 5 vurulsun 5-də 4 plus 7x, kiçik bərabərdir. 5 vurulsun 10. Hər tərəfi vurdum 5-ə. Ki kəsirdən azad olunsun da 25x, bu 5 ilə bu 5 getdi. Çıxılsın 4 üstə gəl 7x mötərizədə kiçik bərabərdir 50. 25x çıxılsın 4 çıxılsın 7x kiçik bərabərdir 50. 25-dən 7 çıxanda qalır 10, 8, x bərabərdir 4 keçir 50-nin üstünə 54 kiçik bərabər oldu. Hər tərəf 18-ə bölsəm x kiçik bərabərdir 3. 3-dən 2-yə dedilər. Mənfi sonsuzluqdan 3-ə kimi. Doğru cavab deyil. 3-ə gedir. C var ya. Aha. Sonra keçirik 13. Bir hədlisinin qüvvəti əmsalından 22 dəfə böyük olarsa 2n plus 1 cəmləri. Bir hədlinin qüvvəti deyəndə biz nə başa düşürük? Dəyişənlərin, yəni hərflərin üstlərinin cəminə bir hədlinin qüvvəti cəminə bir hədlinin dərəcəsi. Dərəcəsi və yaxud da qüvvəti deyilir. Məsələn, bu gördüyümüz bir hədlinin qüvvətin gəlin yazaq. N kvadrat üstə gəlsin 4n üstə qədər yox. Hərflərin üstləri cəmi oldu qüvvəti. Əmsalı isə 3-dür. 3-dür. Nə yazıb? Qüvvəti əmsalından 22 dəfə böyükdür. Yəni qüvvəti əmsalından 22 dəfə böyükdürsə, mən əmsalın 22-yə vursam, gəlib çatacaq qüvvəti. N kvadrat üstə gəl 4n üstə gəl 6 bərabər olacaq 3 vurulsun 22-yə. 66. 4n 66-dan 66-nı da sola keçirdən 6 -60 bərabərdir 0. İndi n1-in üstünə n2 gələndə -4 eləməlidir.
n1-i n2-yə vuranda mənfi 60 eləməlidir. Ondan 6. Mənfi ondan 6. Mənfi ondan 6. Mənfi 10 və 6. N-i tapdım. N təbii ki, mənfi ola bilməz. Çünki n-in yerinə mənfi qoysam, b-nin üstü mənfi olacaq. B-nin üstü mənfi olsa, o bir hədli olmayacaq. Bir hədli natural qüvvətlərdə olurdu. Ona görə mənfi 10-u buradan çıxıram. Doğru cavab n oldu 6. Bizdən 2n plus 1-i soruşur. 13. Bəli, 2-ni vururam 6-ya, üstündə 1 cavab. 14. 60 litr 20% duz məhlulu ilə 140 litr 30% duz məhlulunu qarışdırdıqda neçə faizli duz məhlulu alınar? M1 A1 üstəgəl M2 A2 bərabərdir M1 plus M2 vurulsun A. Bu məhlulları qarışdıranda bu düsturdan istifadə etmək olar. M-lər məhlulların kütlələridir. A-lar isə faizlərdir. Yəni M1 60-dır, M2 140-dır. A1 20-dir, A2 30-dur. Axırıncı A isə sonradan alınacaq faiz miqdarıdır. Onda 60 vurulsun 20, üstəgəl 140 vurulsun 30, bərabərdir M1 üstəgəl M2. Yəni 60-ın üstünə 140, 200 vurulsun A. 60-ı 20-yə vurduq 1200, 143-ə vurduq 12, 1 yaddır. 4200 bərabərdir 200 A. Hər tərəfi 100-ə ixtisar elədim. 54 bərabərdir 2A. A bərabərdir 27 faiz. Deməli 27 faizli məhlul alınacaq. Bu bir yol. 14. Ümumiyyətlə məhlulun neçə faizli olduğunu tapmaq istəyiriksə, biz nə edirik? Duzu ayırırıq. Yəni ümumi məhlulumuz 60 litrdən 140 litri qarışdıranda 200 litr məhlul alınacaq. Biz əgər duzları ayırsaq, yəni 60 litr 20% duz məhlulu deyəndə biz nə başa düşürük? 60 litr məhlulun 20% duzdur. Yəni 60-ın 20% eləyir 12. 12 kiloqram duz burada var. 140-ın 30% də 42 kiloqram da burada duz var. 42 12 cəmsi 54 kiloqram duz var. Yəni bu məhlul qarışanda 200 litr məhlul alınacaq. Həmin 200 litrin 54 kiloqramı duz olacaq. Gəl görək 54 200-ün neçə faizidir? 54-ü bölürəm 200-ə bölürəm 100%-ə və 100 ilə 200 getdi. 54-ü də 2-yə böldüm 27% olmuş. Belə də deyə bilərim. Sonra 15. X bölünsün 11 kəsiri düzgün, X bölünsün 6 kəsiri düzgün olmayan kəsir olarsa, X-in ala biləcəyi qiymətləri nədədə ortasını tapın. Əgər X bölünsün 11 kəsir düzgündürsə, X 11-dən kiçik olmalıdır. Sürət məxrəcdən kiçik. 6-da X kəsir düzgün olmayan kəsirdirsə, X 6-dan böyük bərabər. Deməli, X həm 11-dən kiçik olmalıdır, həm də 6-dan böyük və bərabər olmalıdır. Yəni, X 6-dan böyükdürsə, 6 kiçik bərabər X kiçikdir 11 şəklində olmalıdır. 6-dan çox 11-dən az olmalıdır. İndi X ola bilər 6, 7, 8, 9, 10. Bu tam qiymətlər ala bilər də. Kəsirin, düzgün kəsir, düzgün olmayan kəsir dediyinə görə, yəni burada X natural qiymətlər alır da, tam qiymətlər alır. Ədədə ortasını tapın deyir aldığı qiymətlərin. Toplayıram, böləcəm 5-ə. 13 9 eləydi. 8 40 bölünsün 9 8 8 Ay sağ. Sonra keçdik 16-ya. Tənliyi ilə verilmiş çevrənin diametrini. Çevrənin tənliyidir. Uşaqlar keçmişdik. Dedik çevrənin diametrini tapmaq istəyiriksə və yaxud da radiusunu tapmaq istəyiriksə, bunu çevrənin tənliyi formasına salırdıq sonra. Deməli, x kvadratı çıxılsın 6x-i bir yerə yazıram. Y kvadratı ilə 12y-i bir yazıram. Üstə gəl 29 bərabərdir 0. Qruplaşdırdım və tam kvadrat ayrılıqda. Bura bir 9 əlavə eləyəcəm. X çox 3 mərtəbə. Ondan ancaq X çox 3 mərtəbə qalır.
birinci O da y üstəgəlsin altını. o da 36 əlavə eləməliyəm ki, onlara tam kvadrat olsun. Deməli 9 36 45 əlavə eləyəcəmsə 45-də çıxmalıyam. 45'te. İndi əlavə eləyirəm. Bax x kvadratı çıxı 6x üstə gəl 9. Buna 9 əlavə elədim. Üstə gəl 12 y-ə bir 36 əlavə elədim. Üstə gəl 29. Ümumilikdə 45 gətirmişəm də bura. Sonra 45-i də çıxdım ki, təzədən islah eləsəm heç nə dəyişməsin. Bu bizə x çıxılsın 3-ün kvadratını verir. Bu bizə y üstə gəl 6-nın kvadratını verir. 29-dan 45 çıxanda mənfi 6 mənfi 16 qalır da, düzdür? Mənfi 16-nı da sağa keçirdəndə olur müsbət 16. Çevrənin tənliyi formasına gəldi və bu x çıxılsın a mötərizə kvadratı üstə gəl y çıxılsın b mərkəzi AB nöqtəsində olan çevrənin tənliyi formasına gəldi. Deməli r kvadratı 16-dırsa r özü 4-dür. Bizdən diametrini soruşur. Diametrdə 2 misli olacaq 8. Radiusun 2 misli də 17. Metal pul və zər eyni zamanda atılır. Zərdə cüt xalın. Metal pulda isə rəqəm və yaxud xəritə üzünün düşməsi hadisəsinin ehtimalını tapın. Demək, zər atıldı. Onda mümkün halların sayı 6-dır. Zərdə cüt xal düşə bilər, 2 düşə bilər, 4 düşə bilər, 6 düşə bilər. 3 dənə əlverişli hal var. Yəni bu zərdə cüt xalın düşməsinin ehtimalı 6-da 3. Metal pulda isə rəqəm və yaxud xəritə üzü. Metal pul atıldı. Metal pulun 2 üzü var. Deyir rəqəm ya da ki xəritə. Rəqəm metal pulun 2 üzü varsa mümkün halların sayı 2-dir və əlverişli halların sayı bu da 2-dir. Çünki deyir rəqəm və yaxud xəritə. Düşəcək də ya rəqəm düşəcək ya xəritə düşəcək. Onda onun ehtimalı 2-də 2-dir. Yəni 1-dir ehtimalı. 100% baş verəcək o. Sonra bunların hasilini tapıram. O da eləyir elə 2-də 1. 6'da 3 sayıda işler 2-də 1-də 0.5-dir. Yəni ehtimal 0.5 olacaq. Sonra 18. Tənliklər sistemindən x-y hasilinin ən böyük qiymətini tap. Uşaqlar, birinci tənliyə fikir versəz, x çıxı 2-ni y üstə gəl 5-ə vurublar, bərabər olub 0-a. Onlardan biri 0'dırsa vuruklardan biri 0. Ya x çıxı 2 0-dır və ya y üstə gəl 5. İkisindən biri 0. X 2'de onda y de mənfi 5. Aha. X 2 olanda gətirək aşağıda x-in yerinə 2 yazsaq, olacaq 2-nin kvadratı 4 üstə gəl y kvadratı bərabərdir 20. Y kvadratı bərabərdir 20-dən 4 çıxın 16, y bərabərdir plus minus 4. Deməli x 2 olanda y 4 olur. X 2 olanda bir dəfədə mənfi 4 olur. İndi y-in yerinə gətirib 5, mənfi 5 yazsam, mənfi 5-in kvadratı 25 eləyəcək. 20-dən 25 çıxsam, x kvadratı bərabər mənfi 5 alınacaq. Bunun həlli yoxdur. Deməli, y mənfi 5 ola bilmir. Ona görə bu birisini silirəm. Deməli, x 2 olanda y 4 olur. Bir də x 2 olanda y mənfi 4 olur. Bizə deyir x hasilinin böyük qiymətini. Onda x-i 2 götürəcəm, y-i 4 götürəcəm. Eləcək 8. Kiçik qiymətini desəydi, mənfi 8 götürərdim. 19. Bərabərsizliklər sisteminin tam əllərinin cəmi tap. Bərabərsizlik sistemdə həll edirik. Surətdə aslında x çıxılsın 3x üstə gəl. Hansı? Sürətdəki 3 çıxılsın 2, Sürət x yox. çıxılsın. Birinci tənlikdə. Evet, birincisi. Hacıman, o 9 deyil, 27-dir. Kvadratlar fərqi kimi olsaydı, 9 olsaydı, hə 3 çıx 2, 3 üstə gəl x olardı. Bu 27-dir axı. Sistemi həll edirəmsə, sistemi həll edəndən sonra hər iki tənlik sistemdə olan hər iki bərabərsizlik ayrılıqda həll olunur. Sonra isə ədəd oxu çəkilir və həllərin kəsişməsi tapılır. Yəni sistem ortaq həll axtarır. Kəsişməni tapmalıyıq biz. X çıx 3 böyükdür 0-ı həll elədik. 3-ü keçdim sağa. X böyükdür 3. İkinci bərabərsizlik həll olunur. Birinci də ki 27 çıxılsın x kvadratını kvadratlar fərqi kimi vurğulara ayırır. 27-dən kök çıxmır da. 27 nəyəsə kvadratıdır. Kök altına 27 kök nə çıxır görək? 9 vur 3 yazsam. 9-dan 3
Deməli 27-dən kök 3 kök altda 3 çıxırsa, deməli 27 3 kök altda 3-ün kvadratıdır da. Onda olur 3 Hə. kök altında 3 çıxılsın x. Bir də üstə gedək. Bir də 3 kök altında 3 üstə gəl x. Böyükdür 0. Yuxarıdakı da ki vuruqlara ayırma üsuludur. Oradakı intervallar üçün həll olunacaq da. Sıfırları 3 kök altda 3'dür. Bir də 3 kök altda 3 mənfi 3. intervallara ayırıram. 3 kök altda 3-dən böyük bir ədəd məsələn 10 desəm mənfi eləyəcək. Sonra növbələşir müsbət mənfi. Deməli Mənfi 3 kök altda 3-dən 3 kök altda 3-ə qədər o da böyük. Bu oldu bizim birinci bərabərsizimizin həlli. İkinci bərabərsizimiz 3-dən böyük olmalıdır. 3 təxminən öz nöqtələr boş olur da. Deyək ki 3 buradır. Çünki 3 kök altda 3-dən kiçikdir. 3-dən də böyük ədədlər 3-ün sağ tərəfidir. Onda bu bərabərsizliyin həlli oldu. Cavab 3 kök altda 3 aralığı. Yəni ştrixlərin kəsişdiyi yerdə buradan bura kimi 3-dən 3 kök altda 3-ə qədər ştrixlər üst-üstə düşdü. Demə bura kəsişmədi, həldir. Nə soruşur bizdən? Tam həllərinin cəmini tapın. Uşaqlar 3 kök altda 3-ü gəlin təxmini hesablayaq da. 3 vurulsun. Kök altda 3 demişdim neçədir? 1,7. 1,7. Bu da edir 5,1. Yəni azı 5,1-i var. Deməli bu olur təxminən 3 5,1 aralığı. İndi 3 ilə 5,1 arasında yerləşən tam ədədin biri 4-dür, biri də 5-dir. Tam həllərinin cəmi eləyəcək 9. Yəni 3 ilə 5,1 arasında düşən tam ədədlər 4 ilə 5-dir. Olan da cəmi 9. 20. Tənliyi həll edin. 4x çıxılsın 1 bərabərdir kök altında. Kök altı ifadəyə bir dənə fikir versəz 16x kvadratı 4x-in 9 3-ün. Üstə gələk 7 kvadrat. 10 kvadratıdır. Bəli, 4-ü 3-ə vurun 12, 2 misli 24 edir. 4x çıxılsın 3-ün mötərizə kvadratıdır. Üstə gələk. Çıxalım. İndi birinci 4x çıx 1 olduğu kimi yazdım. Bu kökün də dərəcəsi 2-dir. Kökün dərəcəsindən kök altı ifadənin qüvvətini ixtisar edərsəm, modulda 4x çıxılsın 3 çıxar. Demişdik cüt dərəcədən çıxaranda modul çıxırdı da. Kök altında a kvadratı bərabərdir modulda a. İndi 4x çıxılsın 1 bərabərdir 4x çıxılsın 3 tənliyin həll eləməliyik modul. Uşaqlar 4x çıxılsın 3 var modulun içərisindəki ifadə. Fərz edək ki bu müsbətdir. Onda 4x çıxılsın 1 bərabərdir 4x çıxılsın 3. Yəni fərz elədik ki müsbətdir, özü çıxdı moduldan. Bu birinci hal. İkinci halda 4x çıxılsın 1 bərabərdir. Fərz edək ki modulun içərisindəki 4x çıxılsın 3 ifadəsi mənfidir. Onda onun modulundan əksi çıxacaq. 3 çıxılsın 4x. 3 çıxıb 4x. Yəni modul tənlik olduğuna görə bunu iki qayda ilə həll edir. Birincinin həlli yoxdur. Çünki 4x-ləri atanda hər tərəfdən -1 bərabər -3 alınır. Bu həlli yoxdur. İkincini həll edək. 4x-i keçirdirəm sola. Bunu. Olur müsbət. 3, 1-i də gətirəm onu 4. 8x bərabərdir 4. X bərabərdir 4 bölünsün 8. 2 yox. 2-də 1. Yəni 0 onda 5. Hə, 0. Sonra keçdi 21-ə. İfadəsinin qiymətini tap. Kəsiri kəsirə vurmaq üçün surəti surətə vurmaq lazımdır. Məxrəci məxrəcə vurmaq. Uşaqlar, surətdə 27 nədir? 3 kök altda 3-dür də, düzdür? Məxrəcdə də 3 kök altda 3 çıxılsın 3. Mənim o 3-dür. Hə, bildim. Vurulsun, 1 bölünsün 4 üstə gəl kök altda 12. Surətlə məxrəci bunların hamısını 3-ə ixtisar edirəm. Qalır kök altda 3 üstə gəl 1. Burada qalır kök altda 3 çıxılsın 1. Vurulsun 1 bölünsün 4 üstə gəl kök altda 12. Surəti surətə vururam, məxrəci məxrəcə. Surət olur kök altda 3 üstə gəl 1. Məxrəci də vuraq da, bunu vuracam bu birisinə. Kök altda 3-ü 4-ə vursam 4 kök altda 3. Kök altda 3-ü kök altda 12-yə vursam kök altda 36.
Mənfi 1-i 4-ə vursan, mənfi 4. Mənfi 1-i kök altı 12-yə vursan, mənfi kök altı 12. Bu şəkildə yazmış olacaq. Sürət kök altı 3 üstə gəl 1. Məxrəcdə 4 kök altında 3. Üstə gəl 6. Çıxılsın 4. Çıxılsın 12-ni 4 vur 3 yazıram. 2 kök altı 3. Sadələşdirək. Kök altı 3 1 üst 1 sürətdə. 6-dan 4 çıxanda qalır 2. 4 kök altı 3-dən də 2 kök altı 3 çıxanda qalır müsbət 2 kök altı. Surəti olduğu kimi yazıram. Məxrəci vurğulara ayıram. 2-ni ortaq vurğu çıxardıram. 1 bölü 3 kök altı 3 olur. Və surət və məxrəc eynidir. Sadəcə toplanılan yer dəyişib. Yenə də 1 bölü 2 0.5 belə yaza bilər. Bu 21, sonra gəldi 22. O mərkəzi çevrədə BD diametrinin uzunluğu 20 cm-dir. Diametr 20-dirsə, onda radius 10-dur. Yəni OC-də 10-dur. OB-də 10-dur. OD-də 10-dur. Bunu yazdım. O bir şəkil çəkim, biraz geniş çəkim. Demək, BD diametrdir. A, B, D, C. Burada O. Burada N. Demək, biz tapdıq ki, BD diametri 20-dirsə, 10 cm, 10 cm bölünəcək. Sonra nə yazıblar? Şimdi misala baxaq. COD bucağı bərabərdir 2BOC. Yəni, BOC x-dırsa, COD 2x. BOC bura x, COD də bu biri tərəfdir 2x. Olarsa. Bir də ANB qövsü ilə BOC bərabərdir. BOC-yə x demişəm, onda ANB qövsünün də dərəcə ölçüsü x-dir. AB-ni tapın santimetrlə. AB bərabərdir 2x ilə x var. O bucağının yanında olan 2x ilə x, bax buradakılar. Onlar qonşu bucaq. Deməli olan cəmi 180-dir. Mən onda x-i tapa bilərəm. 3x bərabər 180, x bərabər 60. Deməli bura 60-dır, bura 120-dir. Onda BC qövsü 60-dır, CD qövsü 120-dir. Onda bu qövsdə 60 dərəcədə. Çünki ANB BOC-yə bərabər idi. Onda D bucağı 30 dərəcədir. Çünki daxilə çəkilmiş bucaq sökəndiyi qövsün yarısıdır. AB qövsü 60 olduğuna görə 30 dərəcədir. Şuralar, çevrə 360-dır da. İndi burada, baxın, gedirəm, göstərəcəm. Bax, buradan gəldik, buradan bura kimi 120. Buradan bura kimi 60, 180. Buradan bura kimi də 60, 240. Onda A'dan D'yə qalır 120. 120-dirsə AD qövsü, əgər AD qövsümüz bizim 120-dirsə, onda B bucağı 60 dərəcədir. 60, yarısına bərabər. B bucağı 60 oldu, D bucağı 30 oldu. Onda A bucağı 90 olmalıdır. Düz bucağı, üç bucağı oldu. Bizdən AB-ni soruşur. AB katetinə bir dənə fikir versəz, AB kateti 30 dərəcəli bucağın qarşısında dayanıb. Hipotenuzun yarısı. Hipotenuz 20 idi da, diametr 20 idi. Onda AB 10-a bərabərdir. Belə. 23.